Novruz bayramını qeyd eləmək olarmı? Bəziləri ümumiyyətcə İslamda olmayan bütün adət-ənənələri kökündən vuraraq onları haram bilirlər. Bəs doğrudanmı belədir? Əgər bir işi Həzrət Rəsulullah sallallahu aleyhi və səlləm yerinə yetirməyibsə və eyni zamanda həmin işi haram hesab eləməyibsə, Quranda da o işin haram olmağına dair bir şey yoxdursa, kim hansı cürətlə bu işi qadağan eləyə bilər? Peyğəmbər buyurur: "Bidət eləyən öz yerini cəhənnəmdə hazır bilsin." Bidət nədir? Bidət dində olmayan bir şey dinə gətirmək və yaxud da dində olan bir şey dindən çıxarmağa deyirlər. Novruz bayramı kimi adət-ənənələri, bu cürlə bayramları qeyd eləməyin dində haram olduğuna aid bir dəlil sübutu yoxdur. Buna görə də hər kim bu cürlə bayramlara haram desə, birbaşa olaraq onlar bidət eləmiş hesab olunurlar. Gələk Novruz bayramının özünə. Novruz bayramında qapı pusmaq, fala baxmaq, mərclə yumurta döyüşdürmək kimi adət-ənənələri yerinə yetirmək olmaz. Çünki bu cür adət-ənənələr dində haram hökmündədir. Amma bundan sonra yerdə qalan ki, adət-ənənələrimiz var, onları yerinə yetirməyin heç bir problemi yoxdur. Deyə bilərlər ki, bu əməl atəşpərəstlərdən qalıb. O zaman mən də sual verirəm ki, hansı bir insan tonqaldan atılananda və yaxud da evində şəkərbura paxlava yeyəndə atəşpərəstliyi yadına düşür və atəşpərəstlik dininə iman gətirir. Bu halları nəzərə alaraq Novruz bayramını keçirməyin heç bir problemi yoxdur. Şəkərburanız, paxlavanız bol olsun. Evdə bişirsə yemək olmaz, amma qonşudan gələni yeyə bilərsən. Ki sənin kişi baş.